Salam əziz MİQV sertifikasiya hazırlaşan müəllimlər, hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə 21-ci əsr kompetensiyaları və təlimdə formalaşdırılması mövzusunu Time Test Bankindən izah edəcəm. Zəhmət olmasa kanalımıza abunə olmağı, videoları bəyənib şərh yazmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər. Vaxt itirmədən keçək suallara. Birinci sualda deyir, cədvələ əsasən uyğunluğu müəyyən edin. Uyğunluq deyəndə doğrunun haqqda doğru, yanlışın haqqda yanlış axtarmalıyıq. Uyğunsuzluq desəydi, doğrunun haqqda yanlış, yanlışın haqqda doğru axtarmalıyıq. Başlayaq. Deməli, doğrunun haqqda doğru, yanlışın haqqda da yanlış axtarmalıyıq. Birinci də deyir ki, savadlı kompetensiyası dedikdə şagirdlərin şifahi və yazılı şəkildə təqdim olunmuş informasiyaları anlamaqla yanaşı interpretasiya etmək də tələb olunur. Interpretasiya etmək yəni anlamaq. Özü başa düşdüyü kimi fikrini çatdırmaq. Burada doğrudur. Nəyə görə? Çünki məlumatı anlamaq, interpretasiya etmək, yəni şərh etmək. Başa düşdüyün kimi onu dilə gətirmək. Bu tam doğru versiyadır. Çünki müasir təhsildə savadlıq oxumaq, yazmaq deyil, analiz eləmək, şərh etmək, məna çıxartmaq kimi fikirlər də özündə ehtiva edir. Deməli, bir doğrudur. İki də deyir ki, rəqəmsal savadlılıq dedikdə İKT vasitələrindən istifadə etmək, bacarıq ilə yanaşı onlar vasitəsilə əldə edilən informasiyanın etibarlılığının sorğulanması nəzərdə tutulur. Bəli, çünki rəqəmsal savadlılıqda İKT-dən istifadə etmək, informasiyanın etibarlılığını yoxlamaq önəmlidir. Çünki 21-ci əsrin əsas bacarığı Google-da tapmaq deyil, doğru məlumatı seçməkdir. Ona görə 2 də doğrudur. Cavabımız 1-2-dir, ancaq digərlərinə baxaq. Çünki doğrunun haqqda doğrudur. Üçüncü də deyir ki, şəxsi sosial öyrənmə kompetensiyası dedikdə vaxtı, informasiyanı səmərəli idarə və istifadə etməklə yanaşı öyrənmə prosesində şagirdin öz emosiyalarında tənzimlənməsi nəzərdə tutulur. Əslində bu, yəni deyilənlər doğru fikirlərdir, ancaq yanlışın altındadır deyə, yanlış sütundadır deyə biz onu doğru götürə bilmərik. Ona görə 3 getdi. Üzr istəyirəm, 4-də də deyir ki, çox dil bilmək kompetensiyası dedikdə yalnız digər dilləri öyrənmək yox, həmçinin o dilə hörmət etmək, o dilin vacib elementlərini mənimsəmək də nəzərdə tutulur. Bəli, çox dillilik, dili öyrənmək, mədəniyyəti anlamaq doğru fikirdir, amma yanlışın altındadır, götürə bilmərik. Cavabımız ona görə olur 1-2 A bəndi. İkinci suala keçirəm. 21-ci əsr bacarıqları ilə bağlı fikirlərdən hansı yanlışdır? A'da deyir ki, şagirdlərdə bu bacarıqları formalaşdırmaq üçün onların müəyyən bir yaş həddinə çatması əsas şərtlərdən biridir. Yəni bu yanlışdır. Çünki 21-ci əsr bacarıqları ünsiyyət, əməkdaşlıq, düşünmək kimi fikirlər, bacarıqlar erkən yaşdan inkişaf etməkdədir. Məsələn, uşaq bağçada əməkdaşlıq eləyir, öz yaşıdları ilə ibtidai sinifdə problem həll eləyir. Bəli, bu bir dəqiqə yanlışdır. Çünki bizə deyir ki, yaş həddinə çatması əsas şərtdir. Bizdə də yaş həddi olmamalıdır. Ona görə yanlış elə A bəndidir. B-yə baxıram. Riyazi kompetensiyaya malik olmaq, riyazi təfəkkürdən istifadə edərək gündəlik həyatda rast gələn problemlərin həll yolunu tapmağı da ehtiva edir. Bəli, riyazi düşünmək bərabərdir nəyə? Gündəlik problem həllinə. Bəli, bu doğrudur. C-də deyir, rəqəmsal savadlığa malik olmaq, həm də rəqəmsal texnologiyadan əldə olan informasiyanın etibarlılığını yoxlamaq, ona tənqidi yanaşmağı da ehtiva edir. Bəli, rəqəmsal savadlıq bərabərdir nəyə? İstifadə plus yoxlamaya. Bəli, D-də nə deyir? Şəxsi sosial öyrənmə kompetensiyası həm də emosiyaları düzgün idarə edərək gələcəyə yönəlik planlar qurmaq bacarığını ehtiva edir. Bəli, emosiyanı idarə etmək plus plan qurmaq deməkdir. Bu da doğrudur. Y-də deyir, maliyyə savadlılığı nümayiş etdirməklə başqaları ilə müzakirələr aparıb riskləri nəzərə almaq sahibkarlıq kompetensiyasına aid xüsusiyyətdir. Bəli, risk müzakirə elə sahibkarlıq bacarığında yer almış olur. Cavabım A bəndidir, yanlış A'dır. Üçüncü suala baxaq. Müəllim dərs zamanı keçirəcək mövzuda şagirdlərlə debat təşkil edir. Şagirdlər mövzu ilə bağlı 2 fərqli mövqedən çıxış edirlər. Lakin onlar debat zamanı öz fikirlərini dəstəkləyəcək düzgün argumentlər gətirə bilmirlər. Müəllim proses boyu şagirdlərin mənbələri düzgün araşdırmaq bacarığının olmadığını da müəyyənləşdirir. Situasiya ilə bağlı hansı fikir doğrudur? A'da deyir, şagirdlərdə savadlıq kompetensiyası zəifdir, onlarda tənqidi düşünmə bacarığının inkişafına ehtiyac var. Bəli, bu doğrudur. Çünki situasiya mahiyyətində nə vurğuluyur? Müəllim debat təşkil edir. Şagirdlər 2 fərqli mövqedən çıxış edirlər, amma fikirlərini əsaslandıra bilmirlər, düzgün argument gətirə bilmirlər, məlumat mənbələrini düzgün araşdırma bacarıqları yoxdur. Bu da nə deməkdir? Yəni bu problemlər 2 əsas bacarığın zəif olduğunu göstərir. Birincisi tənqidi düşünmə yoxdur, ikincisi məlumatı
ümumiyyətlə məlumatla işləmə bacarığı zəifdir. Tənqidi düşünmə yoxdur, yəni nə? Arqument qura bilmirlər, sübut göstərə bilmir, mövqeyini əsaslandıra bilmir. Məlumatla işləməyə bacarıq zəifdir deyəndə nə başa düşürük? Yəni mənbə tapa bilmir, seçə bilmir, analiz edə bilmir. Ona görə A doğrudur. Çünki savadlı kompetensiyası zəifdir deyir, tənqidi düşünmə inkişaf etməlidir deyir. Çünki arqument gətirə bilməmək tənqidi düşünmə problemidir, fikir əsaslandıra bilməmək də savadlı problemdir. Cavabım A bəndidir. B də deyir, şagirdlərdə rəqəmsal savadlı kompetensiyası zəifdir. Onlarda informasiyanı araşdırmaq, toplamaq, emal etmək bacarıqlarının inkişafına ehtiyac var. Burada rəqəmsal savadlığı zəifdir. Yanlışdır. Çünki burada texnologiya, internet, digital alətlərdən söhbət getmir. Problem ümumi düşünmə və argumentasiyadır. C deyir, şagirdlərdə mədəni məlumatlı kompetensiyası zəifdir. Onların özünü ifadə etmə bacarıqlarının inkişafına ehtiyac var. Mədəni məlumatlı zəifdir. Bu uyğun deyil. Çünki mədəniyyət, dəyərlər mövzusu yoxdur burada. D deyir, şagirdlərdə sahibkarlıq kompetensiyası zəifdir. Onlarda yazılı və şifahi nitqin inkişafına ehtiyac var. Burada da sahibkarlıq, nitq qismən yaxın ola bilər, amma əsas problem nitq yox, axı məzmun və düşünmədir. Ona görə bunu götürənmərəm. Y deyir, şagirdlərdə mühəndislik kompetensiyası zəifdir. Onlarda ünsiyyət bacarıqlarının inkişafına ehtiyac var. Mühəndisliklə ünsiyyət bu tam uyğun deyil. Ona görə də cavabım A bəndidir. Çünki bizdən dolğun cavab istəyir. Cavabım A'dır. 4-də uyğunsuzluq deyil. Doğrunun haqqda yanlış, yanlışın haqqda doğru axtarmalıyıq. Uyğunluq desəydi birinci sualdakı kimi doğrunun haqqda doğru, yanlışın haqqda da yanlış axtarmalıyıq. Mədəni məlumatlıq səriştəsinə malik olmaq şagirdlərdə müxtəlif icmalar arasında empatiya və anlayışı inkişaf etdirir. Deməli, empatiya anlayışı inkişaf etdirir. Bu doğrudur. Mədəni məlumatlıq empatiya yaradır. Bu doğrudur. Doğrunun haqqda doğru uyğundur. Bizdən uyğunsuzluq istəyir. Mədəni məlumatlıq səriştəsinə malik şagirdlər müxtəlif mədəniyyətlərlə tanış olmağa müqavimət göstərmir, açıq fikirlik nümayiş etdirirlər. Açıq fikirlik yaradır. Bu da doğrudur, amma doğrunun haqqda da uyğundur. Bizə uyğunsuzluq lazımdır. 3-də deyir, müəllim şagirdlərin müxtəlif mədəni təcrübələrdə fəal iştirakını təmin etməklə onlarda mədəni məlumatlıq səriştəsinin inkişafını təmin edə bilir. Müəllim mədəni təcrübələrlə təşkil etməyi inkişaf edə bilər. Doğrudur, amma yanlışın haqqda da seçənmərəm axı. Deməli, uyğunsuzdur. Daha doğrusu o qədər test ediləmişik. Doğru fikirdir, yanlışın haqqda da uyğunsuzdur. 3-ü götürürəm. Şagirdlərdə mədəni məlumatlıq səriştəsinin formalaşdırılması daha əhatəli və zəngin öyrənmə təcrübəsi yaradır. Zəngin öyrənmə təcrübəsi yaradırsa, bəli, doğrudur. Yanlışın altında da uyğunsuzdur və biz bunu götürürük. Cavabım ona görə C bəndi olur. 5-ci suala baxaq. Müəllim şagirdləri qruplara bölür. Hər qrupa müxtəlif ölkələrdə yaşayan əhalinin bayramları, yaşam tərzləri haqqında məlumat toplayıb təqdimat hazırlamağı tapşırır. Bununla bağlı şagirdlərə müxtəlif mənbələr təqdim edir. Şagirdlər mənbələrdən vacib məlumatları seçərək təqdimatı tamamlayırlar. Verilmiş situasiyaya əsasən müəllimin şagirdlərdə hansı səriştəni formalaşdırmağı çalışdığını müəyyən edir. Baxaq. Deməli, müəllim şagirdlər qruplara bölür və müxtəlif ölkələrdə yaşayan insanların bayram və həyat tərzləri haqqında məlumat toplamağı və təqdimat hazırlamağı tapşırır. Müxtəlif mənbələr təqdim edilir və şagirdlər bu mənbələrdən məlumat seçirlər. Yəni, məqsəd nədir burada? Şagirdlər müxtəlif xalqların həyat tərzini öyrənirlər, fərqli mədəniyyətləri tanıyırlar, digər xalqlara hörmət formalaşdırırlar. Burada cavabım niyə C bəndi olur? Digər variantlara baxaq deyəcəm. A bəndində deyir ki, çox dil bilmək kompetensiyası. Bu kompetensiya müxtəlif dillərdə ünsiyyət qurmaqla bağlıdır. Situasiyada isə dil öyrənmə və ya dil istifadəsi vurğulanır. B-də deyir, şəxsi və sosial öyrənmə kompetensiyası. Ümumiyyətlə, bu kompetensiya özünü inkişaf etdirmək, əməkdaşlıq və öyrənmə strategiyalarından bağlıdır. Burada situasiya əsasən mədəniyyətlərin öyrənilməsinə yönəlib. C amma doğrudur. Mədəni müxtəlifliyə hörmət kompetensiyası. Müxtəlif ölkələrin bayram və həyat tərzini öyrənmək şagirdlərdə tolerantlıq, mədəni müxtəlifliyə hörmət, mədəni anlayış formalaşdırır. D niyə olmaz? Riyazi, elmi, mühəndislik kompetensiyası. Bu kompetensiya hesablamalar, elmi analiz və texniki məsələlərlə bağlıdır. Y-də deyir, savadlı kompetensiyası. Bu niyə olmaz? Oxu və yazı bacarıqlarıyla bağlıdır. Burada da əsas məqsəd mədəniyyətləri tanımaqdır. Cavabım ona görə C bəndi olur. 6-ya baxırıq. Müəllim şagirdlərə bir ay müddətində özlərinin akademik cəhətdən inkişafını izləməyi, öyrənmədə tətbiq etdikləri strategiyaları təhlil edərək, onlardan özlərinə daha çox uyğun olanları qeyd etmələrini tapşırır. Müəllimin verdiyi tapşırığın şagirdlərdə formalaşdırdığı kompetensiyanın xüsusiyyətini müəyyən edir.
Deməli, burada bizdən nə istəyir? Müəllim şagirdlərdən bir ay ərzində akademik inkişaflarını izləməyi, istifadə etdikləri öyrənmə strategiyalarını analiz etməyi və çətinlikləri qeyd etmələrini istəyir. Burada cavabım Y bəndidir. Digər variantlara baxaq, Y-yə gələrik. A-da deyək, yerli və beynəlxalq mədəniyyətləri tanımaq. Bu mədəni məlumatlı kompetensiyasına aiddir. Olmaz. B-də deyir, ideyaları reallaşdırmaq üçün imkanları tanımaq. Bu sahibkarlıq kompetensiyasıdır. Olmaz. C-də deyir, vətəndaş kimi İctimai həyatda iştirak bu vətəndaşlıq kompetensiyasıdır. D-də deyir, müxtəlif dillərdən istifadə bu çox dilli kompetensiyadır. Cavabım Y bəndidir. Şagird öz inkişafını izləyir, strategiyalarını analiz edir, çətinliklərini müəyyən edir. Bu da özünü idarə etmə və refleksiya bacarığıdır və şəxsi inkişaf kompetensiyasına daxildir. Cavabım Y bəndi oldu. 7-yə baxıram. 2024-cü ilin Yaşıl Dünya namını həmrəylik ili elan edilməsi ilə əlaqədar müəllim şagirdlərə istifadə edilməyən ərazilərdə yaşıllaşdırma işlərinin aparılmasına bağlı layihə təqdimat hazırlamalarını tapşırır. Şagirdlər qruplarla təyin edilmiş müddət ərzində həmin ərazilərin xüsusiyyətlərini araşdırıb layihə təqdimat etməlidirlər. Qruplar araşdırmada ofis proqramlarının imkanlarından effektiv şəkildə istifadə edirlər. Verilmiş situasiyaya istinad etməklə şagirdə hansı kompetensiyanın inkişaf etdiyi görülür. Gəlin baxaq. Burada deyir ki, ümumiyyətlə situasiya nəyə vurğulur? Şagirdlər istifadəsiz ərazilərin yaşıllaşdırılması layihəsi üzərində işləyirlər və ofis proqramlarından istifadə edirlər. Cavabımız görək burada nədir? Birdə deyir ki, fəal vətəndaş mövqeyi kompetensiyası, yaşıllaşdırma layihəsi, ictimai məsuliyyət, ekoloji düşüncə, cəmiyyətə fayda yaradır. Bəli, mən bunu götürə bilərəm. 2-də deyir, rəqəmsal savadlıq kompetensiyası, ofis proqramlarından istifadə edilməsi rəqəmsal bacarıqları göstərir. Bəli, bu da doğrudur. Cavabım 1-2-dir. Digər variantlar niyə olmaz? Çünki mədəni məlumatlıq layihə mədəniyyətlə bağlı deyildiyi götürənmərəm. Çox dil bilməkdə situasiyada dillə bağlı fəaliyyət yoxdur. Cavabım 1-lə 2-dir. Çünki yaşıllaşdırma layihəsi var, fəal vətəndaş mövqeyi və ofis proqramlarından istifadə var, rəqəmsal savadlıq kompetensiyası. Cavab 1 və 2. Keçək 8-ci sualımıza. Məktəbdə şagirdlər üçün dərnəklər təşkil olunur. Bəzi şagirdlər əlavə dil öyrənmək məqsədi ilə dil dərnəyinin yazılır. Şagirdlərdən bir neçəsi dərnəyə davamlı olaraq gəlsə də, müəllimin verdiyi tapşırıqları vaxtında yerinə yetirmir. Uğursuzluqla qarşılaşdıqda tez ruhdan düşür və çıxış yolu tapmaqda çətinlik çəkir. Verilmiş situasiyaya əsasən şagird davranışı haqqında hansı fikri söyləmək olar? Şagird çox dil bilmək, öyrənmək istəyir, lakin öyrənmək kompetensiyası zəifdir. Yəni, vaxt idarə etmək, tapşırıqları planlaşdırmaq, strategiyanı seçmək bacarıqları zəifdir. Bəli, elə cavabım A bəndidir. B-də rəqəmsal texnologiyalarla bağlı problem göstərilmir. Buna görə mən onu götürə bilmərəm. C-də sahibkarlıq kompetensiyasından əlaqəli bir şey yoxdur. Ona görə onu götürənmərəm. D-də vətəndaşlıq kompetensiyası burada rol oynamır. Y-də də savadlıq kompetensiyası ünvanlaşdır. Situasiya isə konkret olaraq nə ilə bağlıdır? Öyrənmə strategiyasına bağlıdır. Ona görə cavabım A bəndidir. Çünki vaxt idarə etmək, tapşırıqları planlaşdırmaq, strategiya seçmək bacarığı zəifdir. Öyrənmək bacarığı zəifdir. Ona görə A bəndini götürürük. 9-a baxıram. Şagirdlər yaşıl enerji çağırışı ilə adlı layihə işi üzərində çalışırlar. Layihə çərçivəsində məktəbdə enerji istehlakını azaltmaqla bağlı innovativ ideyalar irəli sürmək hədəflənir. Onlar istifadə edilmədikdə sinif işıqlarını avtomatik söndürən sistemin üzərində çalışırlar. Layihəyə məktəbdəki digər şagirdləri də cəlb edirlər. Verilmiş situasiya ilə bağlı hansı fikir yanlışdır? Situasiyada nə deyir? Şagirdlər yaşıl enerji çağırışı layihəsində enerji sərfiyyatını azaltmaq üçün ideyalar hazırlayırlar və işıq avtomatik sönmə sistemi üzərində işləyir. Burada cavabım Y bəndidir. Gəlin digər variantlara baxaq. A-da deyir, layihə müxtəlif fənlərdən bilik tələb edir. Bu doğrudur. Yox, bir dəqiqə, bizdən yanlış istəyir. Bəli, bu doğrudur. Verilmiş layihə şagirddən müxtəlif fənlərlə bağlı malik olduğu biliklərdən əlaqəli şəkildə istifadə etməyi tələb edir. Bəli, layihə müxtəlif fənlərdən bilik tələb edir. Bu doğrudur. B-də deyir, layihə zamanı vaxt və informasiya idarə olunur. Bu da doğrudur. C-də mən ümumi mahiyyətlərini deyirəm. Hər dəfə bütün variantları oxumaq istəmirəm. Hər variantın açıqlamasını verim. Siz özünüz variant oxuyun, mən açıqlamasını qeyd edirəm. C-də ünsiyyət və əməkdaşlıq bacarıqları inkişaf edir. Bu da doğrudur. D-də real həyatı problemlərin həlli vurğulanır. Bu da doğrudur. Cavabım Y bəndidir. Çünki layihə zamanı şagirdlər bir-birini motivasiya edir və savadlıq kompetensiyası inkişaf edir. Çünki məlumat toplayırlar, təhlil edirlər, nəticə çıxarırlar, təqdimat hazırlayırlar. Ona görə cavabım burada Y bəndi olmuş olur.
Layihənin gedişatında şagirdlərin yoldaşlarını motivasiya etməsi onlarda savadlıq kompetensiyasının inkişafına təsir edəcək. Yəni bu situasiya ilə bağlı məqam deyil. Ona görə bu da cavabım Y bəndi. 10-cu sualda deyir ki, verilmiş fəaliyyətlərdən hansı rəqəmsal savadlıq kompetensiyasına aiddir? Baxaq. Ada deyir, şagirdlər texnologiyanın imkanlarından istifadə edərək virtual qruplar yaradır və müzakirələr təşkil edir. Bəli, doğrudur. Çünki rəqəmsal savadlıq, rəqəmsal texnologiyalardan istifadə, onlayn ünsiyyət, virtual platformalarda əməkdaşlıq kimi bacarıqları əhatə edir. Bu variantda da şagirdlər texnologiyadan istifadə edir, virtual qruplar yaradır, onlayn müzakirələr aparırlar. Bu səbəblə də bu fəaliyyət rəqəmsal kompetensiyasına aid. Cavabım A bəndidir. B-yə baxıram. Müəllimin rəyini qiymətləndirib özünü inkişaf etdirmək. Bu öyrənmək kompetensiyası. Qətiyyən rəqəmsal deyil. Ona görə bunu götürmürəm. C-də deyir, milli və beynəlxalq hadisələri müzakirə eləmək. Bu vətəndaşlıq kompetensiyası. Çünki milli istərsə də beynəlxalq müstəvilərdə, yəni bunlardan danışır. D-də müxtəlif mədəniyyətləri nəzərə alaraq ünsiyyət qurmaq vurğulanır. Yəni hər dəfə bütün variantları yeni deyirəm, oxumuram. Yəni əsas açıqlamalarını verirəm. Müxtəlif mədəniyyətləri nəzərə alaraq ünsiyyət qurmaq. Bu da mədəni məlumatlıq kompetensiyasına aiddir. Y-də şagird digər şəxslərin fəaliyyətlərini də müşahidə edir. Burada məlumatları analiz edib öyrənmə fəaliyyətini tənzimləməkdir. Bu özünü idarə etmə və öyrənmə kompetensiyasına aiddir. Çünki öz öyrənmə prosesində vurğulayır. Ona görə cavabım A bəndi olmuş oldu. Digər variantlar yanlışdır. 10-cu sualdan başlayaq. Verilmiş fəaliyyətlərdən hansı rəqəmsal savadlıq kompetensiyasına aiddir? Şagirdlər texnologiyanın imkanlarından istifadə etməklə müxtəlif şəhərlərdən olan şagirdlərin iştirak etdiyi virtual qruplar yaradır və onlarla fərqli mövzularda müzakirələr təşkil edirlər. Bəli, doğrudur. Rəqəmsal savadlıq, rəqəmsal texnologiyadan istifadə, onlayn ünsiyyət, virtual platformalarda əməkdaşlıq kimi bacarıqları əhatə edir. Yəni burada da şagirdlər texnologiyadan istifadə edir, virtual qruplar yaradır, onlayn müzakirələr aparır. Bu səbəbdən də bu fəaliyyət rəqəmsal kompetensiyaya aiddir. Bu doğrudur. B-də deyir, şagird müəllimdən aldığı rəyləri effektiv şəkildə dəyərləndirir və buna əsasən özünü daha da inkişaf etdirmək üçün tədbirlər görür. Burada müəllimin rəyini qiymətləndirib özünü inkişaf etdirmək, bu öyrənmə kompetensiyasına aiddir, rəqəmsala yox. Sonra C-də deyir, şagird istər milli, istərsə beynəlxalq müstəvilərdə baş verən hadisələrlə bağlı müzakirələrdə konstruktiv yanaşma nümayiş etdirmək bacarığına malik olduğunu nümayiş etdirir. Bu da milli və beynəlxalq hadisələri müzakirə etmək, vətəndaşlıq kompetensiyasına aiddir. Bu da olmaz. D-də deyir, şagird təşkil edilən məktəbdən kənar fəaliyyətlərdə ünsiyyətə daxil olduğu insanların müxtəlif mədəniyyətlərə malik olduqlarını nəzərə alaraq fikirlərini ifadə edir. Bu da müxtəlif mədəniyyətləri nəzərə alaraq ünsiyyət qurmağı, yəni mədəni məlumatlılıq kompetensiyasına aiddir. Y-də deyir, şagird digər şəxslərin fəaliyyətlərini də müşahidə edir və əldə etdiyi məlumatlar əsasında öz öyrənmə prosesində müəyyən tənzimləmələr edib fəaliyyət göstərir. Bu da məlumatları analiz edib öyrənmə fəaliyyətini tənzimləmə, yəni özünü idarə etmə, öyrənmə kompetensiyasına aiddir. Cavabım A bəndi oldu. 11-ə baxıram. Müəllim şagirdlərə ekoloji çirklənmənin qarşısının alınması ilə bağlı layihə işi tapşırır. Layihəyə başlamazdan öncə onlar araşdırma aparırlar. Şagirdlər ekoloji narahatlıqlara səbəb olan plastik tullantıların təbiətə atılmasının miqdarının artdığını müşahidə edirlər. Müəllim şagirdlərdən müxtəlif amilləri nəzərə alan həll yolları təklif edərək bu problemi həll etmələrini istəyir. Verilmiş situasiyana bağlı hansı fikir yanlışdır? Deməli, situasiyada nə vurğulanır? Şagirdlər ekoloji çirklənmənin qarşısını almaq üçün layihə hazırlayırlar və plastik tullantıların artdığını müşahidə edirlər. Baxaq. A-da deyir, şagirdlər atılan plastik qabların sayını müəyyən etməli, onların sayını necə azalda biləcəklərini araşdırmalıdırlar ki, bu da onlardan riyazi savadlıq kompetensiyasına malik olduğunu tələb edir. Bu doğrudur, çünki plastik tullantıların sayını müəyyən etmək riyazi savadlıq kompetensiyasını tələb edir. Doğrudur, amma bizdən yanlış istəyir. B-də deyir, layihə işinin icrası şagirdlərin ətraf aləmin çirklənməsinə təsir edən amillərlə bağlı coğrafi biliklərdən istifadəni tələb edir. Bəli, ekoloji çirklənmənin səbəblərini araşdırmaq coğrafi və ekoloji biliklərdən istifadəni tələb edir. Bu da doğru yanaşmadır. Yanlış istəyirəm. C-də deyir, sakinləri prosesə cəlb etmək və tullantıların atılmaması vərdişlərini təşviq etmək üçün ictimaiyyətin məlumatlandırılması şagirdlərdən kommunikativ bacarıqlar tələb edir. Bəli, ictimaiyyəti məlumatlandırmaq, sakinləri prosesə cəlb etmək kommunikativ bacarıqdır. Doğrudur. Amma yanlış istəyirəm.
müəllimin tədris zamanı planlaşmasına fənlərarası və fənüstü inteqrasiya ilə bağlı fəaliyyətlər daxil etməsi şagirdlərdə layihə işi üçün lazım olan kompetensiyaların formalaşdırmasını təmin edir. Bəli, fənlərarası inteqrasiyanı tətbiq edir, doğrudur. Ekologiya layihəsində biologiya, coğrafiya, riyaziyyat, texnologiya kimi fənlər inteqrasiya olunur. Doğrudur, amma yanlış istəyir. Y-də deyir, verilmiş layihənin məqsədi proses zamanı şagirdlərdə müxtəlif fikirlərə və mədəni müxtəlifliyə dözümlülük nümayiş etdirmək, yeni fikirlərə açıq olmaq, bacarığını formalaşdırmaqdır. Bu yanlışdır, çünki layihənin məqsədi ekoloji problemi həll etmək, tullantıları azaltmaq, ətraf mühiti qorumaqdır. Mədəni müxtəlifliyə əlaqəsi yoxdur. Cavabım Y bəndidir. Yanlış olan. 12-yə keçirəm. Uyğunluq göstərilmişdir deyil. Baxaq. Riyazi savadlılıq kompetensiyası və riyazi biliklər heç bir fərq olmayan, bir-birini əvəz edə bilən terminlərdir. Bu yanlışdır. Çünki riyazi savadlılıq və riyazi biliklər fərqi olmayan, bir dəqiqə, riyazi savadlılıq kompetensiyası və riyazi biliklər heç bir fərqi olmayan, bir-birini əvəz edə bilən terminlərdir. Riyazi bilik, fakt və formulları bilməkdir. Riyazi savadlılıq bir növ riyaziyyatı real həyatda tətbiq etməkdir. Buna görə də bu yanlışdır. Çünki vurğulandığı kimi riyazi savadlılıq və riyazi biliklər eyni anlayışdır. Yanlışdır. Çünki riyazi bilik, fakt və formulları bilməkdir, incə dediyimiz kimi. Riyazi savadlılıq riyaziyyatı real həyatda tətbiq eləməkdir. Buna görə də cədvəldə yanlış verilməsi düzgündür. Biri götürdük. Yəni yanlışa yanlış doğrudur. Müəllim şagirdləri standartlaşdırılmış ünsiyyət formalarına cəlb etməklə onlarda fəal vətəndaş mövqeyi səriştəsinin formalaşdırılmasını təmin edə bilər. Standart ünsiyyət formaları ilə fəal vətəndaş mövqeyini formalaşdırmaq bu uyğun deyil. Çünki standart ünsiyyət formaları vətəndaş mövqeyini birbaşa formalaşdırmır. Doğru deyil, yanlışdır, yanlışa doğru yazıb götürənmərəm. Öz düşüncələrini, duyğularını və fikirlərini effektiv şəkildə ifadə etmək bacarığı şagirddə özün ifadə səriştəsinin formalaşdırıldığını deməyə əsas verir. Yəni, öz fikrini ifadə etmək, özün ifadə kompetensiyasının göstəricisidir. Cədvəldə də yanlış verilməsi uyğun deyil. Çünki fikrini ifadə etmək, özün ifadə kompetensiyasının əsas göstəricisidir. Ona görə bunu yanlış verilməsi uyğun deyil. Doğru olsa olardı. Yəni, uyğunluq gözlənilməyib. 4-də deyir, şagirdlərdə riyazi savadlılıq kompetensiyasını formalaşdırmağın yollarından biri də tədris prosesində fənüstü inteqrasiyadan istifadə etməkdir. Burada riyazi savadlılıq fənlərarası inteqrasiya ilə formalaşa bilər. Çünki fizika, coğrafiya, yəni bu sahələrdə riyaziyyat tətbiq olunur. Doğrudur. Doğruya doğru, doğrudur. Birincidə də yanlış doğrudur. Ona görə burada cavabımız oldu. Y bəndi 1-4. 13-ə baxıram. Şagirdlər yaşıllaşdırılmış sahələri artırmaq və havanın çirklənməsi ilə mübarizə məqsədi ilə geniş miqyaslı ağacəkmə kampaniyasının planını hazırlayırlar. Fəaliyyət zamanı şagirdlər vətəndaşlarla söhbətlər aparmalı, onları bu kampaniyada aktiv iştiraka sövq etməlidirlər. Eyni zamanda onlar ağac növlərini, ekoloji faydalarına və yerli iqlim şəraitinə uyğun araşdırıb nəticəni əks etdirən təqdimat hazırlamalıdırlar. Verilmiş situasiyaya əsasən hansı fikirlər doğrudur? Baxaq. Situasiyada deməli şagirdlər ağacəkmə kampaniyası təşkil edir, vətəndaşlarla danışır, insanları layihəyə qoşulmağa çağırır, ağac növlərini araşdırırlar. Deməli, birdə deyir ki, şagirdlərin ümumi maraqlar üçün digər insanları əməkdaşlığa sövq etmələri onların fəal vətəndaş mövqeyi kompetensiyasına malik olduqlarını göstərir. Yəni, insanları əməkdaşlığa çağırmaq fəal vətəndaş mövqeyi kompetensiyasıdır. Doğrudur. Sonra şagirdlərin fikirlərini müxtəlif mədəniyyətlərə uyğun ifadə etmək bacarıqları onların mədəni məlumatlı kompetensiyasına malik olduqlarını göstərir. Müxtəlif mədəniyyətlərə uyğun ifadə etmək bu situasiyamız mədəniyyətlə bağlı deyil, axı onu götürənmərəm. 3-də deyir, şagirdlərin həyatda baş verən müxtəlif proseslərlə bağlı təhlillər aparıb nəticə çıxarmaları onlarda elmilik kompetensiyasının inkişaf etdiyini göstərir. Problemi analiz edib nəticə çıxartmaq elmi və analitik kompetensiyanın inkişafını göstərir. Bəli, cavabım 1 və 3-dür. 4-də deyir, şagirdlərin yaranmış problemin həllinə maraq göstərməsi onlarda rəqəmsal savadlılıq kompetensiyasının inkişaf etdiyini söyləməyə imkan verir. Problemin həllinə maraq göstərməyə rəqəmsal savadlılıq deyil. Bu fəaliyyət nə ilə bağlıdır?
Ümumiyyətlə heç bir kompetensiya götürə bilmərik. Rəqəmsallıqla bağlı deyil. Ona görə cavabım B bəndi 1-3-dür. 14-cü suala keçək. 14-də deyir ki, şagird qarşısına qoyduğu məqsədlərə çatdıqca onda özünə inam artır. Hələ çatmadığı hədəflərin səbəblərini araşdırıb, səhvlərini təhlil edir. Uğurlarının və uğursuzluqlarının səbəbini müəyyənləşdirəndən sonra müəllimdən istiqamət alaraq bəzi mövzuları daha dərindən araşdırmağa qərar verir. Verilmiş situasiya ilə bağlı hansı fikir doğru hesab edilmir? Baxaq. Deməli, şagird məqsəd qoyur, ona çatır, çatmadıqda səbəblərini analiz edir və daha dərindən öyrənməyə qərar verir. A'da deyir, şagird öz bacarıqlarını müəyyən edir. Burada situasiya var, amma əsas vurğu bu deyil bizdə. Ona görə bunu götürə bilmərəm. B'də öyrənmə strategiyaları haqqında məlumatlıdır. Yəni, situasiyada strategiya haqqında bilik deyil, özünü tənzimləmə göstərilir. Ona görə bu da deyil. C'də problemlərin həlli üçün qərar qəbul edir. Bu da qismən doğrudur, amma əsas məqam bu deyil. Amma cavabım D bəndidir. Çünki şagird uğursuzluğu analiz edir, səbəbləri müəyyən edir, yeni plan qurur. Bu da vaxtdan və öyrənmə prosesində səmərəli istifadə bacarığını göstərir. Y də olmaz, çünki şagirdin məqsədi çatmaq üçün daxili motivasiyası inkişaf edir. Daxili motivasiya, situasiyada motivasiya var, amma əsas vurğu analiz və planlaşdırmadır, motivasiya deyil. Cavabım D bəndi oldu. 15-ə baxıram. Yanlış fikir istəyir bizdən. Baxaq. Şagirdlərdə müstəqil öyrənmə səriştəsinin formalaşdırılmasında onların özünü motivasiya bacarığının inkişaf etdirilməsi əhəmiyyətli rol oynayır. Bəli, bu doğrudur. Özünü motivasiya müstəqil öyrənmədə vacibdir. Doğrudur. Müəllim şagirdlərdə mədəni məlumatlıq kompetensiyası formalaşdırmaq üçün Azərbaycanın müxtəlif bölgələrindən kulinariya nümunələrlə bağlı müzakirə təşkil edə bilər. Bəli, müəllimin mədəni məlumatlığı kulinariya nümunələri ilə öyrədə bilər. Müəllim mədəni məlumatlığı kulinariya nümunələrlə öyrədə bilər. Doğrudur. C'də şagirdlərdə riyazi savadlıq səriştəsinin formalaşdırılması riyazi anlayışları, real həyati situasiyalara tətbiq etmək bacarığını ehtiva edir. Bəli, riyazi savadlıq real həyatda tətbiq bacarığıdır, doğrudur. Qeyd edir, müəllim şagirdlərə öz fəaliyyətlərini monitorinq edib, uyğun tənzimləmələr etmələrinə istiqamət verməklə onlarda şəxsi sosial və öyrənmə kompetensiyasının inkişafını təmin edir. Burada monitorinq və özünü tənzimləmə, öyrənmə kompetensiyasını inkişaf etdirir. Bu da doğrudur. Y-də deyir, şagirdin riyazi savadlıq kompetensiyasına malik olması onun bu fənlə bağlı akademik bacarıqlarla ölçülür. Riyazi savadlıq yalnız akademik nəticə ilə ölçülmür. O, real problemlərin həlli və riyazi düşünməklə də ölçülür. Ona görə yanlış, Y bəndi olmuş olur. 16-ya baxıram. Şagird adətən müəllimin ona hansı materialları təqdim etməsini gözləmədən, eləcə də özü tapşırıqların həllində lazım olan məlumatları əldə etmək üçün əlavə resursları araşdırmağa təşəbbüs göstərir. Şagirdin fəaliyyəti onun hansı kompetensiyaya malik olduğunu deməyə əsas verir. Şagird müəllimdən material gözləmədən özü əlavə resurslar axtarırsa, burada cavabım riyazi savadlı, bu situasiyada riyaziyyatla bağlı deyil axı. Öyrənmə kompetensiyası. Çünki şagird müstəqil resurslar axtarır, öz öyrənməsini idarə edir. Yəni, özünü öyrənməlidir. Cavabım B bəndi. C-də mədəni məlumatlıqdır, mədəniyyətlə əlaqəsi yoxdur. D-də özünü ifadə edir. Burada fikir ifadəsi yoxdur. Y-də də sahibkarlıq deyil. Bu situasiyada biznes təşəbbüsü yoxdur. Cavabım ona görə B bəndi oldu. 17-ci sual. Uyğunluğu istəyir bizdən. Doğruya doğru, yanlışa yanlış. Öyrənmək səriştəsinə malik şagird öz öyrənmə prosesinin məsuliyyətini dərk etməsi və fəaliyyətinə nəzarət edə bilməsi ilə seçilir. Bəli, öyrənmək şagirdin öz öyrənməsinə nəzarət etməsi deməkdir. Doğrudur. Biri götürürəm. Öyrənmək səriştəsinə malik şagird qrup fəaliyyətlərində aktivlik və məlumatları yaxşı yadda saxlamaqla fərqlənir. Bir də bu ifadədə doğru göstərilib, amma öyrənmək kompetensiyası əsasən məlumatı yadda saxlamaqdan deyil, öyrənmə prosesini idarə etməkdən ibarətdir. Ona görə 2-ni yanlış götürürəm. 3-də deyir, öyrənmək səriştəsinə malik şagirdin verilən rəyləri dəyərləndirib nəticə çıxartmaq və fəaliyyətini planlaşdırmaq bacarıqları yüksək inkişaf etmişdir. Rəy vermək və nəticə çıxartmaq bacarığı bu kompetensiyanın inkişafını göstərir. Doğrudur, amma yanlışın haqqında seçənmərəm. Öyrənmək səriştəsinə malik şagird tapşırığın icrası, yeni məlumatların əldə edilməsi zamanı müəllimin nəzarətinə mütləq şəkildə ehtiyac duyur. Bu fikir yanlışdır, çünki öyrənmək mütləq müəllim nəzarətinə bağlı deyil. Yanlışa yanlış, doğrudur. Cavabım 1 və 4 Y bəndi. 18-ci sual.
21-ci əsr bacarıqlarının inkişafına yönəlmiş dərslər, şagirdlər layihə işinə cəlb olunurlar. Layihə şagirddən tənqidi düşüncə, ünsiyyət və texnoloji bacarıqlara malik olmağı tələb edir. Sinfə yeni gələn uzun müddət xarici ölkədə təhsil almış şagirdin də təcrübəsindən yararlanmaq nəzərə alınır. Qrup daxilində şagirdlər arasında iş bölgüsü edilir. Situasiyaya əsasən yanlış fikri müəyyən edin deyir. Layihənin uğurla həyata keçirmək üçün şagirdlərdən rəqəmsal savadlıq kompetensiyasına malik olmaq tələb olunur. Layihə üçün rəqəmsal savadlıq lazımdır, doğrudur, amma bizdən yanlış istəyir. Şagirdlərin elmilik kompetensiyasına malik olmaları onların layihə zamanı əldə olunan informasiyaları doğru təhlil etməsinə yardım edir. Bəli, elmilik kompetensiyası məlumatın analizinə kömək edir. Doğrudur, amma yanlış istəyir. Layihə şagirdlərdə yumşaq bacarıqları, qərar qəbul etmə və müstəqil öyrənmə səriştələrini formalaşdırmağa şərait yaradır. Layihə yumşaq bacarıqları inkişaf etdirir. Doğrudur, yəni ünsiyyət bacarıqlarını. Amma yanlış istəyir. Layihə zamanı problemi həll edərkən şagirdlərin müxtəlif mədəni xüsusiyyətlərinin nəzərə alınması onlarda fəal vətəndaş mövqeyi səriştəsinin yüksək olduğunu göstərir. Mədəni xüsusiyyətləri nəzərə almaq vətəndaşlıq kompetensiyasının əsas göstəricisi deyil. Bu daha çox mədəni məlumatlıq kompetensiyasına aiddir. Ona görə yanlışdır. Cavabım D bəndi. Y-də deyir, şagirdlərin eyni layihə daxilində müxtəlif fəaliyyətlərə cəlb olunması müəllimin şagird yönümlü yanaşmanın tələblərini qoruduğunun göstəricisidir. Müəllimin şagird yönümlü yanaşması əlbəttə ki, doğrudur. Cavabım Y doğrudur, amma yanlışı istəyir. Cavab D bəndi. Keçək 19-cu suala. Şagirdlərdə şəxsi, sosial, öyrənmək səriştəsinin formalaşdırmasına bağlı yanlış fikri müəyyən edin deyir. Arada deyir, şagirdlərə başqaları ilə münaqişələrdən yayınmağa yardım edir. Bu doğrudur. Çünki bu kompetensiya əməkdaşlıq, konfliktlərin həlli, sosial münasibətlər bacarığını inkişaf etdirir. Amma bizdən yanlış istəyir. B-də deyir, şagirddə fikirləri müxtəlif mədəniyyətlərə uyğun şəkildə ifadə etmək üçün əhəmiyyətlidir. Bu yanlışdır. Çünki şagird fikirlərini müxtəlif mədəniyyətlərlə uyğun ifadə etməyi öyrənir. Burada nə deyir? Bu xüsusiyyət mədəni məlumatlıq kompetensiyasına aiddir. Şəxsi sosial kompetensiyaya yox. Ona görə cavabım B mənlidir. C-də deyir, şagirddə özünə inam yaradır və onun dövrün tələbinə uyğunlaşmasına yardım edir. Bu doğrudur. Şagirddə özünə inam yaradır. D-də deyir, şagirddə yumşaq bacarıqların inkişafını təmin edən əsas amillərdəndir. Yumşaq bacarıqların inkişafını təmin edir. Çünki burada əməkdaşlıq, məsuliyyət, empatiya var. Bəli. D-də doğrudur, amma yanlış istəyir bizdən. Y-də deyir, şagirdlərin müxtəlif situasiyalarda emosional sabitlik nümayiş etdirməsinə şərait yaradır. Bu da emosional sabitlik yaradır deyə doğrudur, amma bizdən yanlışı istəyir də cavab B bəndi. 20-yə baxıram. Müəllim şagirdlərə onlayn əməkdaşlıq platformasından istifadə edərək sinif yoldaşları ilə birgə etmələri üçün layihə üzərində iş tapşırır. Hər bir üzv paylaşılan materiala, məzmunla bağlı əlavələr etmək üçün məsuliyyət daşıyır. Komanda üzvlərindən biri təsadüfən sənədin mühüm bir hissəsini silir. Şagirdin hansı addımı atması onun rəqəmsal savadlığa malik olduğunu deməyə əsas verər. Deməli, şagird onlayn platformada layihə işləyərkən təsadüfən sənədin mühüm hissəsini silir. A-da deyir, silinmiş məlumatı bərpa etmək üçün sənəd tarixçəsində və ya ando funksiyasını yoxlamağı təklif edir. Bəli, yəni bu olar. Çünki bu rəqəmsal savadlıq kompetensiyasını göstərir. Çünki nə deyir? Silinmiş məzmunu bərpa etmək üçün sənədin tarixçəsini və təkrar emal qutusunu, yəni andonu yoxlamağı təklif edir. Bəli, bu elə doğru cavabdır. B-də deyir, yaranmış problemə məhəl qoymadan layihənin özünə aid hissəsində işləməyə davam etməli. Problemi görməzdən gəlib işi davam etdirmək bu məsuliyyəti yanaşma deyil, olmaz. C-də deyir, dəqiqliyi təmin etmək üçün silinmiş hissəni yenidən təkrar hazırlanması. Silinmiş hissəni yenidən hazırlamaq bu da mümkündür, amma rəqəmsal bacarığı göstərmir. D-də deyir, komanda üzvlərinin səhvlərinin məsuliyyətini öz üzərlərinə götürmələrini təmin etmək. Bu günahı komanda üzvlərinə atmaqdır. Bu sosial bacarıqlara ziddir. Y-də deyir ki, yaranmış situasiyada emosional sabitlik nümayiş etdirməklə fəaliyyəti yenidən nəzərdən keçirmək, emosional sabitlik göstərmək, bu da sosial bacarıqdır, rəqəmsal deyil. Cavabım A bəndi olmuş oldu. 21. Müəllim məktəbdə kağız israfının azaldılması mövzusunda qrup işi tapşırır. Şagirdlər bir həftə ərzində siniflərdə istifadə olunan kağızın miqdarını ölçür, əldə etdikləri məlumatlar əsasında faiz nisbətlərinin müəyyənləşdirir, hesablamalara əsaslanaraq kağız israfının azaldılması üçün əsaslandırılmış təkliflər hazırlayıb təqdim edirlər. Verilmiş fəaliyyət şagirdlərdə hansı kompetensiyanın formalaşmasına xidmət edir? Situasiyada nə vurğulanır?
Şagirdlər kağız istifadəsini ölçür, faizi hesablayır və israfı azaltmaq üçün plan hazırlayırlar. Burada cavabım görə hansıdır? Burada riyazi savadlıq kompetensiyası olur. Çünki bu fəaliyyətlər, məlumat toplamaq, faiz hesablaması, nəticə çıxartmaq, problem həlli hamısı riyazi savadlıqdadır. Çox dil bilmək uyğun deyil, mədəni məlumatlıq uyğun deyil, rəqəmsal savadlıq, texnologiya vurğulanmayıb. İnformasiya savadlığa əsas vurğu riyaziyyatdır burada. Ona görə C bəndi götürülür. 22-yə baxıram. Uyğunsuzluq istəyir. Doğrunun adda yanlış, yanlışın adda doğru axtarmalıyıq. Deməli, riyazi savadlıq əsasən şagirdin mürəkkəb hesablamaları müstəqil və sürətli aparması ilə xarakterizə olunur. Buna görə də kalkulyator və ya vizual modellərdən istifadə etmək bu bacarığın formalaşmasına mane ola bilər. Yəni, burada riyazi savadlıq mürəkkəb hesablamaları müstəqil aparılması ilə xarakterizə olunursa, bu düzgün deyil. Çünki riyazi savadlıq real həyatdan, riyaziyyatdan istifadə etməkdir. Sadəcə hesablama deyil. Ona görə yanlışdır. Doğrunun adda yanlış, uyğunsuzdur. Biri götürürəm. 2-də deyir, savadlıq kompetensiyası oxu yazı bacarıqları ilə yanaşı məlumatı düzgün anlamaq, qiymətləndirmək, gündəlik həyatda tətbiq etmək və fikrini aydın şəkildə ifadə etmək qabiliyyətdir. Savadlıq kompetensiyası oxuma, anlama, tətbiq etmə və fikri ifadə etmə bacarıqlarını əhatə edir. Doğrudur. Doğrunun adda doğrudur. Götürmürəm bunu. 3-də deyir, öyrənmək kompetensiyası şagirdin öz öyrənmə ehtiyaclarını dərk etməsi, məqsəd qoyması, uyğun strategiyalar seçməsi, prosesdə özünü izləyib qiymətləndirməsi və əldə etdiyi nəticələrə əsasən öyrənmə yolunu tənzimlənmə bacarığıdır. Öyrənmək ümumiyyətlə kompetensiyası haqqında verilən bu dediyimiz izahımız doğrudur. Amma bizdə yanlış kimi göstərib. Yanlışın adda doğru, uyğunsuzdur. Ona görə bunu götürürük. Cavabım 1-3-dür. 4-də mədəni məlumatlıq kompetensiyası haqqında verilən fikir doğrudur. Amma doğrudur. Uyğunsuzluq istəyir. Mədəni məlumatlıq kompetensiyası müxtəlif mədəniyyətlər haqqında ümumi məlumatları, mədəni məlumatlıq kompetensiyası müxtəlif mədəniyyətlər haqqında məlumatlı olmaq və bu biliklərə əsasən insanların davranışlarını əvvəlcə proqnozlaşdıraraq ünsiyyəti burada axı mədəni müxtəliflikdən şeydən söhbət getmir axı. Mən biraz çaşdırdı bu. Burada cavabım 1-3 olmalıdır. Çünki mədəni məlumatlıq kompetensiyasında müxtəlif mədəniyyətləri tanımaq, fərqli dəyərlərə hörmət etmək, tolerantlıq, empatiya göstərmək, müxtəlif mədəni mühitdə uyğun ünsiyyət qurmaq bacarıqları yer alır. Ümumiyyətlə, bu kompetensiyanın məqsədi ünsiyyəti standartlaşdırmaq, insanların davranışını əvvəlcədən proqnozlaşdırmaq deyil. Çünki hər mədəniyyətin daxilində də fərqli davranışlar ola bilər. Ümumləşdirmə düzgün yanaşma sayılmır. Əsas məqsəd hörmət, anlayış, uyğunlaşma bacarıqdır. Yəni, mədəni məlumatlıq kompetensiyası müxtəlif mədəniyyətləri anlamaq, fərqliliklərə hörmət etmək, bu fərqlərə uyğun şəkildə ünsiyyət qurmaqdır. Yanlışa yanlış, doğrudur. Ona görə də biz bunu uyğundur, amma bizdən uyğunsuz istəyir deyə cavabım 1-3-dür. Biraz çaşdırıcı sualdır bu. Keçək 23-ə. Alış-verişlə bağlı tapşırıqda şərtlər, cədvəl, qrafik və mətn şəklində verilmişdir. Müəllim müşahidə edir ki, şagirdlər hesablamaları düzgün aparsalar da, nəticələrin real həyatda nə ifadə etdiyini izah etməkdə, verilmiş məlumatları əlaqələndirməkdə və həll yolunu əsaslandırmaqda çətinlik çəkirlər. Şagirdlərin zəif tərəflərini inkişaf etdirmək üçün müəllim hansı addım atmalıdır? Burada belə deyək də, cədvəl, qrafik mətn şəklində şərtlər verilib. Şagird hesablamanı düzgün aparır, amma nəticəni real həyatda nə demək olduğunu izah edə bilmir, məlumatları əlaqələndirməkdə çətinlik çəkir, həll yolunu əsaslandıra bilmir. Bu da deməkdir ki, problem hesablama deyil, problem riyazi savadlıqdır. Cavabım ona görə C bəndi olur. Çünki C-də deyir ki, müəllim şagirdlərə sual verir. Bu nəticə real həyatda nə deməkdir? Hansı məlumatlar bu nəticəyə gətirdi? Yəni, bu suallar şagirdin analitik düşünməsini, məlumatlar arasında əlaqə qurmasını, riyazi model qurmasını, nəticəni əsaslandırılmasını inkişaf elətdirir. Bu da riyazi savadlıq kompetensiyasını inkişaf etdirən ən düzgün üsuldur. A niyə olmaz? Deyir, məsələnin həll addımlarını lövhədə mərhələli şəkildə göstərməli və şagirdlərin həmin addımları izləyərək düzgün cavabı yazmasına şərait yaratmalıdır. Müəllim addımları göstərir, şagirdləri sadəcə izləyir. Bu mexaniki öyrənmədir, düşünməni inkişaf etdirmir.
B-də deyir, şagirdlərə hesablama nəticəsini yoxlayan sualları verməli və qrafikdəki məlumatları özü izah etməlidir ki, səhv yaranmasın. Burada da müəllim nəticəni və qrafiki özü izah edir. Bu zamanda şagird passiv qalır. Cavabım amma C bəndidir. Şagirdləri bu nəticə real həyatda nə deməkdir? Şagirdləri bu nəticə real həyatda nə deməkdir? Və hansı məlumatlar bu nəticəyə gətirdi kimi istiqamətləndirici suallarla riyazi model qurmağa, həll yolunu əsaslandırmağa yönəltməlidir. C doğrudur. D-də deyir, məsələni ev tapşırığı kimi verib, növbəti dərsdə düzgün cavabı təqdim edərək həll ümumiləşdirməlidir. Bəli, tapşırıq ev tapşırığı kimi verilir və müəllim sonradan cavabı göstərir. Bu üsul problemi həll etmir. Ona görə olmaz. Y-də deyir, dərsin əsas diqqətini düsturların yadda saxlanmasına və hesablama sürətinin artmasına yönəltməlidir. Düsturların əzbərləməsinə diqqət yetirilir. Bu riyazi savadlıq deyil, sadəcə mexaniki hesablama bacarığıdır. Ona görə cavabım C bəndi. 24-cü sualda deyir ki, müəllim qüvvə və hərəkət mövzusunu izah etdikdən sonra şagirdlərə təcrübə aparmağı tapşırır. Şagirdlərdən biri düsturları bilsə də, təcrübə zamanı nəticəni izah edə bilmir. Səbəb nəticə əlaqəsi qurmaqda və gündəlik həyatdan nümunə gətirməkdə çətinlik çəkir. Müəllimin verdiyi suallara şagird mexaniki cavablar verir və fizika anlayışlarını kontekstə uyğun şəkildə istifadə edə bilmir. Müəllim hansı addımı atsa, şagirdə kömək etmiş olar. Deməli, burada görürük ki, şagird düsturu bilir, təcrübə edir, amma nəticəni izah edə bilmir, səbəb nəticə əlaqəsi qura bilmir, real həyatla əlaqələndirə bilmir. Baxaq, A-da deyir ki, müəllim təcrübə zamanı əldə olunan nəticələrin səbəb nəticə əlaqəsi əsasında şərh edilməsinə yönəlmiş açıq və istiqamətləndirici suallar verərək şagirdin fizika anlayışlarını gündəlik həyat nümunələri ilə əlaqələndirməsinə şərait yaratmalıdır. Bəli, müəllim istiqamətləndirici suallar verməlidir, səbəb nəticə əlaqəsini şərh etməlidir, real həyatla əlaqə qurmalıdır. Bu, konseptual öyrənmə və elmi düşünməni inkişaf etdirir. Doğrudur. B-də deyir, müəllim şagirdin verdiyi zəif cavabları qiymətləndirmədə nəzər alaraq onun daha məsuliyyətli və diqqətli olmasına çalışmalıdır ki, gələcək dərslərdə daha hazırlıqlı olsun. Bu sadəcə şagirdi diqqətli olmağa çağırmaqdır, problemi həll etmir. C-də deyir, müəllim şagirdin çətinlik çəkdiyi termin və anlayışları ayrıca siyahı şəklində tərtib edib, hər dərsin əvvəlində qısa təkrarlar aparmalıdır ki, terminoloji biliklər möhkəmlənsin. Terminləri ayrıca öyrətmək əsas problemi həll etmir. Bu da olmaz. D-də deyir, müəllim şagirdin güclü tərəflərini konkret nümunələrlə vurğulayaraq onu həvəsləndirməli, dərsə marağını və özünə inamını artırmağa çalışmalıdır. Motivasiya yaxşıdır, amma problem tam həll olmur burada. Yəni, problem anlayış kimi gedir burada. Ona görə olmaz. Y-də deyir, müəllim şagirdə mövzu üzrə əlavə ev tapşırıqları verərək biliklərini möhkəmləndirməsini və məsələ həllində daha çox məşq etməsini təmin etməlidir. Çox məşq etdirmə mexaniki öyrənməyə səbəb olur. Kökündən məsələni həll etmir. Ona görə cavabım A bəndi. 25-ə baxıram. 25-də deyir, uyğunsuzluğu müəyyən edin. Baxaq, deyir ki, savadlı kompetensiyası zəngin söz ehtiyatına malik olmaqla ölçülür və oxuduğunu səthi şəkildə anlama bacarığına əsaslanır. Savadlı kompetensiyası yalnız söz ehtiyatına ölçülmür. Oxuma, anlama, analiz, tətbiq, fikri ifadə etmək bacarıqlarını əhatə edir. Ona görə savadlı kompetensiyası, burada A variantını yanlış götürürük biz. Çünki savadlı kompetensiyası düzgün verilməyibdir. A getdi. B-də nə deyir? Çox dil bilmək kompetensiyası bir neçə dildə ünsiyyət qurmaq, məlumat anlamaq və müxtəlif dillərdə özünü ifadə etmək bacarıqdır. Çox dillik kompetensiyası doğrudur. Uyğundur, amma bizdən uyğunsuz istəyirdi, cavab A-dır. C-də sahibkarlıq kompetensiyası insanın yeni ideyanı dəyərə çevirmək üçün plan qurması, resursları düzgün bölüşdürməsi, bəli, sahibkarlıq ideyası planlaşdırmaqdır. Doğrudur. Mədəni məlumatlıq, müxtəlif mədəni dəyərləri anlayıb, hörmətlə yanaşmaq və fərqliliklərə uyğun davranmaq bacarıqdır. Mədəni məlumatlıq fərqlərə hörmət deməkdir. Doğrudur. Vətəndaşlıq kompetensiyası hüquq və vəzifələrini bilib cəmiyyətinin problemlərinə məsuliyyətlə və fəal şəkildə yanaşmaq bacarığıdır. Vətəndaşlıq kompetensiyası cəmiyyətə məsuliyyətlə yanaşmaqdır. Doğrudur. Yanlış olan A bəndi idi. Keçək 26-cı suala. Hansı fikir yanlışdır? Öyrənmə kompetensiyası şagirdin öz öyrənmə prosesini planlaşdırması, məqsədlərini müəyyən etməsi, istifadə etdiyi strategiyalara dəyərləndirməsi və nəticələr əsaslanaraq öyrənmə üsullarını təkmilləşdirməsi bacarığını ifadə edir.
Bəli, öyrənmək kompetensiyası düzgün izahı burada vurğulanıb, yanlış deyil. Elmi kompetensiya, B-də deyir ki, elmi kompetensiya şagirdin ətrafı müşahidə edib sual verməsi, əsaslandırılmış nəticə çıxarması və bu nəticələri real həyatda tətbiq etməsi bacarığıdır. Elmi kompetensiya real həyat problemindən araşdırır, doğrudur. Mədəni məlumatlıq kompetensiyası C-də deyir ki, insanın öz mədəniyyətini tanıyıb, dəyərləndirməsi, başqa mədəniyyətlərə hörmətlə yanaşması və mədəni ifadələri düzgün anlama bacarığıdır. Bəli, mədəni məlumatlıq müxtəlif mədəniyyətləri tanımaqdır. D-də deyir, rəqəmsal savadlıq insanın internetdə informasiyanı sadəcə tapması deyil, onun etibarlılığını yoxlaması, şəxsi məlumatları qoruması və rəqəmsal alətlərdən problemi həll etmək üçün məqsədyönlü istifadə etmək bacarığıdır. Bəli, rəqəmsal savadlıq informasiyanı təhlükəsiz və məqsədli istifadə etməkdir. D-də doğrudur. Cavabım Y bəndidir. Çünki sahibkarlıq kompetensiyası şagirdin verilmiş tapşırıqları dəqiq icra etməsi, mövcud qaydalara ciddi şəkildə əməl etməsi ilə xarakterizə olunur. Xeyr, sahibkarlıq kompetensiyası sadəcə tapşırıqları qaydaya uyğun icra etmir. Sahibkarlıq kompetensiyası ideya yaratmaq, təşəbbüs göstərmək, risk qiymətləndirmək, plan qurmaq, yeni həll yolları tapmaqdır. Ona görə 26-7 yanlışdır. 27-yə baxıram. Müəllim şagirdlərinə məktəb yarmarkası adlı praktik tapşırıq verir. Şagirdlər qruplara bölünərək ideya düşünür. Lazım olan resurslar planlaşdırır. Mümkün xərcləri və gəlir təxmin edilir. Məhsulun tanıdılması üçün üsullar müəyyənləşdirilir. Verilmiş situasiyada müəllimin şagirdlərdə formalaşdırdığı kompetensiyanı və onunla bağlı doğru fikri müəyyən edir. A-da deyir, mədəni məlumatlıq kompetensiyası müxtəlif mədəni dəyərləri anlayıb, hörmət etmə və mədəni fərqlərə uyğun davranmaqdır. Ümumiyyətlə, situasiyada məktəb yarmarkası layihəsində şagirdlər ideya düşünür, plan qurur, xərcləri hesablayır, məhsul təqdim edir. Burada cavab D bəndidir. Gəlin doğrunu oxuyaq, sonra yanlış oxuyarıq. D-də deyir, sahibkarlıq kompetensiyası ideya yaratmaq, planlaşdırma, riskləri qiymətləndirmə və nəticəni təhlil etmək bacarığıdır. Çünki bu sahibkarlıq kompetensiyasıdır. Şagird ideya yaradır, planlaşdırır, məqsəd riskləri qiymətləndirir, nəticəni analiz edir. Amma A bəndi mədəni məlumatlıq deyil axı. Burada yəni müxtəlif mədəni dəyərlərdən danışır. Bu mədəni məlumatlıq deyil. B-də deyir, sahibkarlıq kompetensiyası bu bacarıq məhsulu satmaqla məhdudlaşır və riskləri qiymətləndirməsi, xərc gəlir hesablaması kimi bacarıqları əhatə etmir. Sahibkarlığı tam izah etmir burada, ona görə olmaz. Vətəndaşlıq kompetensiyası fərdin cəmiyyətin qayda və qanunlarını dərk edərək ictimai həyata məsuliyyətlə və fəal şəkildə qoşulma bacarığıdır. Vətəndaşlıq kompetensiyası bu deyil. Y-də deyir, rəqəmsal bacarıqlar, rəqəmsal alətlərdən təhlükəsiz və səmərəli istifadə etmə, informasiyanı axtarıb qiymətləndirmə və paylaşma bacarıqdır. Rəqəmsal bacarığı, yəni əsas mahiyyəti təhlükəli, səmərəli istifadə, belə deyək də. Yəni burada sırf o vurğulanmır. Ona görə rəqəmsal bacarıq deyil burada. Onu götürəməli. Burada sahibkarlıq kompetensiyası ideya yaradır, riskləri qiymətləndirir. Ona görə 27-də deydim. 28-ci suala baxırıq. Hansı fikir yanlışdır deyir? Baxaq. Rəqəmsal savadlıq məlumatın axtarılması, qiymətləndirilməsi və etik istifadəsini əhatə edir. Bəli, məlumat axtarma, qiymətləndirmə, etik istifadə etmək doğrudur. Mədəni məlumatlıq, müxtəlif dəyərləri hörmət və fərqli baxışları anlama bacarığını nəzərdə tutur. Bəli, müxtəlif dəyərə hörmət, fərqli baxışları anlamaq, bu da mədəni məlumatlıq doğrudur. C-də riyazi savadlıq gündəlik həyatda və real situasiyalarda məntiqi hesablama və təhlil aparmağı tələb edir. Bəli, real həyatda hesablamalar, məntiq analiz, riyazi savadlıqlardır, doğrudur. Öyrənmək bacarığı fərdin öz təlim strategiyalarını planlaşdırması və tənzimləməsini əhatə edir. Bəli, öz təlim strategiyasını planlaşdırır, öyrənməni tənzimləyir, doğrudur. Y-də deyir, çox dil bilmək ünsiyyət dairəsini genişləndirir, idrak və analitik düşünmə bacarıqlarının inkişafına təsiri minimumdur. Çox dil bilmək analitik düşünmənin inkişafına minimum təsir edir. Bu yanlışdır. Araşdırmalar nəyə göstərir? Çox dillilik, analitik düşünmə, problemin həlli, idrak elastikliyi ümumiyyətlə inkişaf etdirir. Çox dil bilməkdə əsas bunlar çox dil bilməyə daha çox inkişaf etdirir. Ona görə bu yanlışdır. Cavabım Y bəndi. 29-a baxıram. Müəllim belə bir tapşırıq verir. Şagirdlər hekayəni yarımçıq oxuyacaqlar. Daha sonra sinif 2 qrupa bölünəcək və hər qrup hekayənin davamını 2 fərqli variantda yazacaq. Birinci variantda qəhrəman düzgün qərar verir, ikinci variantda isə səhv seçim edir. Sonra qruplar yazdıqlarını səhnəcik kimi canlandıracaq və sinif müzakirəsində hansı variantın daha inandırıcı olduğunu, qəhrəmanın qərarına hansı amillərin təsir etdiyini əsaslandıracaqlar. Verilmiş situasiya əlaqəli doğru fikirləri müəyyən edin. Baxaq.
Tapşırıq şagirdlərin mətni anlayıb davamını yazmasını və müzakirədə fikrini əsaslandırmasını tələb edir. Ümumiyyətlə situasiyada müəllim tapşırıq nə verir? Şagirdlər hekayəni yarımçıq oxuyur, 2 fərqli sonluq hazırlar, səhnə kimi canlandırırlar, müzakirə edirlər. Birincidə dedik ki, şagirdlər mətni anlayır, davamını yazır, fikri əsaslandırır. Bu doğrudur. Biri götürürəm. 2-də deyir, tapşırıq müxtəlif iş formalarını birləşdirdiyi üçün şagirdlər özünü fərqli yollarla ifadə etmək imkanı qazanır. Bəli, tapşırıq, yazı, müzakirə, səhnələşdirmə kimi müxtəlif fəaliyyəti birləşdirir. 2-ni də götürürəm. 3-də deyir, 2 fərqli sonluğun yazılması şagirdlərə qəhrəmanın qərarlarını səbəb-nəticə əlaqəsi ilə izah etməyə və alternativləri müqayisə etməyə şərait yaradır. Bəli, 2 sonluq yazmaq, səbəb-nəticə, alternativi müqayisə etmə imkanı yaradırsa, bu da doğrudur. Cavabım A bəndidir. 4-də deyir, tapşırığın əsas məqsədi müzakirə zamanı ən düzgün variantı müəyyənləşdirib digər variantın səhv olduğunu sübut etmək. Tapşırığın məqsədi düzgün variantı tapmaq deyil. Məqsəd düşünmək, müzakirə etmək, alternativləri yaratmaqdır. Bu yanlışdır. 4-ü götürmürəm. 5-də deyir, tapşırıq daha çox ədəbi təhlil bacarıqlarını inkişaf etdirdiyi üçün şagirdlərdə mədəni məlumatlı kompetensiyasını formalaşdırır. Ümumiyyətlə bu fəaliyyət yaradıcı düşünmə, ünsiyyət, tənqidi düşünməni inkişaf etdirir. Mədəni məlumatlılıq əsas məqsəd deyil. Ona görə 5-i də götürmürəm. Cavabım oldu A bəndi. Nəhayət 30-cu suala keçirik. Dərs zamanı şagird tapşırığı yerinə yetirə bilmədikdə tez-tez mən bunu başa düşmürəm. Bu mənlik deyil kimi ifadələr işlədir. Səhv etdikdə tapşırığı yarımçıq qoyur, müəllimin verdiyi rəyə diqqət yetirmir və qrup işlərində passiv mövqe tutur. Bu situasiyada şagirdin şəxsi, sosial və öyrənmək kompetensiyasını inkişaf etdirmək üçün müəllimin hansı istiqamətdə addım atması daha məqsəd uyğundur. Baxaq. Ümumiyyətlə situasiyada nə deyil? Şagird bacarmıram deyir. Tapşırığı yarımçıq qoyur. Yəni qapalı düşüncə tərzindədir. Müəllimin rəyinə fikir vermir. Qrup işində passivdir. Məqsəd şəxsi, sosial və öyrənmək kompetensiyasını inkişaf etdirməkdir. O da D bəndindədir. Gəlin doğru variantı oxuyaq, sonra yanlışı. Şagirdi çətinliklərlə üzləşdiyi anda öz düşüncə və davranışlarını təhlil etməyə yönəldir, fərqli öyrənmə strategiyalarını sınaqdan keçirməsini təşkil edir və bu prosesi ardıcıl izləyir. Yəni müəllim şagirdin düşüncə və davranışını analiz etməsini istəyir, fərqli öyrənmə strategiyalarını sınamağa kömək edir, proses izləyir. Bu yanaşmada refleksiya, özünü idarə etmə, öyrənmə strategiyalarını inkişaf etdirir. Cavabım D bəndidir. A niyə olmaz? Şagirdin tapşırıq zamanı nəyi düzgün etmədiyi daha aydın göstərmək üçün mərhələli göstərişlər verir və icra prosesinə nəzarəti gücləndirir. Bu sadəcə səhvləri göstərmək kifayət deyil burada. Ona görə doğru deyil. B-də deyir, şagirdin özünün inamını bərpa etmək məqsədi ilə əsasən müsbət rəy və təşviq edici ifadələrdən istifadə edir. Tapşırıqları sadələşdirir. Bu motivasiya yaxşıdır, amma strategiya vermir, istiqamət vermir. Doğru deyil. C-də deyir, şagirdin qrup işlərində passivliyini nəzərə alaraq daha çox fərdi tapşırıqlar verir və müstəqil işləməsinə şərait yaradır. Fərdi tapşırıqlar problemi kökündən həll etmir, tam həll etmir. Ona görə olmaz. D doğrudur. Y-də deyir, tapşırığın icra yolunu yenidən izah edir. Uğurlu şagird nümunələri üzərində ümumiləşdirmə aparır və şagirdə həmin modeli tətbiq etməsini tapşırır. Model göstərmək faydalıdır, amma şagirdin özünü analiz etməsini təmin etmir.